əvvəlki videoda manqal ustalarının ən çox istifadə elədiyi böyük şüşəli kürə qapısı haqqında danışmışdım. Salafanı açdım. Yəni açıq formasında görünüşü bu şəkildədir. Gördüyünüz kimi üzərində içərinin də olan temperaturu görmək üçün termometr var. Şüşə hissəsi çox böyükdür. Bu qapağın ən böyük özəlliyi də odur ki, ölçüsü çox genişdir. Eni 51 santimdir. Hündürlüyü 38 santim. Yanlardan hündürlüyü isə 21 santimdir. Yəni qapağı açıq formasında göstərim. Qapaq açıldığı zaman bu şəkildə, yəni içərisində istədiyiniz yeməkləri, ətləri, şirniyyatları rahatlıqla hazırlaya bilərsiniz. Siz də bu cür keyfiyyətli kürə qapaqları əldə etmək istəyirsinizsə, sarayda yerləşən o davamlı materiallar mağazası ilə əlaqə saxlaya bilərsiniz. Mağazamızda balaca şüşəli, böyük şüşəli, bayaqlar göstərdiyim qapağın qızılı rəngli formasıdır. Düz formada olan kürə qapısıdır, balaca şüşəli. Həmçinin oval model, şüşəsiz model də var. Düz formada böyük şüşəli və şüşəsiz modellər də mağazamızda satışdadır. Kürəyə aid kürə qapıları olsun, kürədə yemək bişirmək üçün paxlava listləri olsun, kərpic formalı çörək qərbləri olsun. Yəni bu kimi aksesuarlar mağazamızda satışdadır. Mağazamız sarayda yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksidir. MTK-nın sonuncu binası bitən kimi yolun sağında Taxta Bazarı yerləşir. Biz də o bazarın içərisində fəaliyyət göstəririk. Aşağıda əlaqə nömrəmiz qeyd olunub, sifarişi olanlar zəng edə və ya WhatsApp-a yazıb öz sifarişlərini verə bilərlər.